Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bir mövzu var. Mövzu bundan ibarətdir ki, bəzən biz doğru danışıb yanlış nəticə alırıq. Dediyimiz doğru sözdür, amma aldığımız nəticə yanlışdır. Kəlimətü haqqin yuradu bihəl batil. Əleyhissalam buyurur, bəziləri haqq söz deyirlər, amma batil məqsədlə. Doğru söz deyir, amma yanlış nəticə alır, batil nəticə alır. Görsən, deyir ki, sübh vaxtı adam tez oyansa, geçsə ruzu dalayıca, ruzisi çoxalar. Bunu düz deyir. Amma durub gedir oğurluq eləməyə. Yoldan bir pul tapır, deyir, bax görürsən, sübh vaxtı çıxdım, Allah mənə yetirdi. Halbuki kiminsə, hansısa məzlumun puludur, onun haqqıdır, onu yemək olmaz, onun sahibini tapmaq lazımdır. Bu hadisələrdən biri də Əshab-ı Cəməldə olmuşdu. Cəməl sahabələri Bəsrənin beytülmalını, dövlət əmlakını müsadirə etdilər, işğal etdilər. Gördülər ki, qızıl təpələri, gümüş təpələri xəzinədə doludur. O zaman sahabələrdən biri, həmin Cəməl sahabələrindən biri, bir Quran ayəsinə əsaslandı. Fəth surəsinin 20-ci ayəsini orada söylədi və dedi ki, mən istixarə eləmişdim, bu ayə gəlmişdi. Hansı ayədir? Və'dəkumullah məğanimə kəthirə təxudunəhə. Allah sizə çoxlu qənimətlər vədəsi verir, siz onları alacaqsınız. Fəəccələ ləkum həzihi. Bunu isə önə salıb, öncədən bunu götürün. Və kəfəyətiyən əydiyən nasiənkum. Cəmaatın sizə əlinin çatılmasına mane olub. Və litəkun ayətən lil-müminin. Sizi bu müharibəni möminlərə bir ayə nişanə eləyib. Və yəhdiyəkum siratan müstəqimə və sizi doğru yola yönəltmək istəyir. Bu ayəni göstərdi. Bu ayə Xeybər döyüşündə Yahudilərlə müharibədə nazil olub. Xeybər qalası fəth olunanda Allah təala buyurdu ki, bu hələ birinci qənimətdir. Çoxlu qənimətlər sonralardır, sonralar olacaq. Amma Cəməl sahabələri bunu müsəlmanların beytülmalını işğal və qarət etməklə əlaqədar gətirdilər. Ayə düz ayədir, amma buranın deyil. Bəzən insan doğru söz deyir, yanlış nəticə alır. Görürsən ki, öz haqsızlığına bəraət qazandırmaq üçün doğru ifadələr işlədir, amma yanlış nəticə alır. Allah bizi öz məntiqimizin müsibətindən qorusun.